Utanç verici dırnaqarası ailə dramı, ət dökən səhnələr, birinin geyiminin müzakirəsi, digərinin saçının efirdə söz-söhbət olması, birinin qazancı, digərinin donu, Azərbaycan efirləri. Bəli, Azərbaycan efirləri. Bugün Azərbaycan efirləri bəlkə də dünyada hətta geridə qalmış Afrika ölkələrinin efirlərindən belə geridə qalıb. Azərbaycan efirləri Azərbaycan insanını maarifləndirməkdən başqa hər işlə məşğuldur. Azərbaycan insanının zövqünü korlayır. Azərbaycan insanının düşüncə tərzini dəyişir. Dünyaya Azərbaycan insanını kör, kar, lal kimi göstərir. Azərbaycan insanı haqqında başqa xalqlarda, başqa millətlərdə yanlış təəssürat yaradır. Bəli, bütün bunları eləyən Azərbaycan efirləridir. Tanış olun. Yavaş, yavaş. Yavaş. Dağ başı